Laçın rayonunun Xırmanlar kənd sakini Adil Əsədovdan hələ də xəbər yoxdur. Ailəsinin bildirdiyinə görə Adil Əsədov 25 iyul 2026-cı tarixində Laçında yaşadığı evdən çıxaraq Bozlu şəlaləsinə sərnişin aparacağını deyib. Bundan sonra onunla əlaqə kəsilib. Qeyd edək ki, Adil Əsədovun ata evi Ağcabədi rayonu Taxta Körpü 552 saylı qəsəbədə yerləşir. Ailə üzvləri onun sağ-salamat tapılacağını ümid edir və axtarışların nəticə verməsini gözləyirlər. Qeyd edək ki, Adil Əsədovun fotosu ailə üzvləri tərəfindən təqdim edilir və paylaşılmasına razılıq verilir. Allahdan diləyimiz odur ki, Adil Əsədov sağ-salamat ailəsinə qovuşsun.